hörmətli millət vəkillərimiz, əziz Əzəröt cəmaatı, doğrudan da bugün bu izdihamı görəndə, bu insanları burada görəndə insan çox qürur hissi keçirdir. Mən rayon rəhbərliyi adından, hörmətli Qəzənfər müəllimin adından sizi salamlayıram. Hər birinizə xoş arzularımı bildirirəm. Bugün doğrudan da çox qürur verici, çox sevincli bir gündür. Biz hamımız bugün Vahimə ananın ocağına, bu müqəddəs ocağa toplaşmışıq. Onun sevincinə şərik olmaq üçün toplaşmışıq. Cənab Prezidentin Zəfər günü ərəfəsində verdiyi sərəncam hər birimizi, hər bir Astaralını, hər bir Azərbaycanlını, xalqımızı sevindirdi. Biz ilk növbədə bu sevinci bizə yaşatdığına görə Müzəffər Ali Baş Komandanımıza öz təşəkkürümüzü, minnətdarlığımızı bildiririk. Bu sərəncam təkcə bir sərəncam deyildi. Bu sərəncam bizim şəhid analarımıza, şəhidlərimizin ruhuna verilmiş bir dəyərdir, bir hörmətin ifadəsidir. Çox sağ olsun Cənab Prezidentimiz. Mən bugün Pəncəli haqqında deyilən bütün fikirlərə qoşuluram, şərikəm. Pəncəli haqqında nə qədər deyilsə də, kitablar, əsərlər yazılsa da, onun qəhrəmanlığı hələ də araşdırılmalı, tədqiq olunmalıdır. İllər keçdikcə Pəncəlinin döyüş yolu haqqında biz hələ yeni məlumatlar aldıqca, nə qədər insanın vətənə bağlı, bütöv bir vətən olmağının şahidi oluruq. Ona görə də şəhidimizin yeni adı, qəhrəman adı mübarək olsun. Bəli, qeyd edildiyi kimi, bizim hər birimizin nəzərində, xalqımızın nəzərində onsuz da qəhrəman idi. Amma Cənab Prezidentimizin verdiyi sərəncamla bu qəhrəmanlıq sənədləşdirildi, rəsmiyyətə köçdü. Qəhrəmanımızın ruhu şad olsun. Vahimə anamızın gözü aydın olsun. Xalqımızın gözü aydın olsun. Pəncəli Teymurovun keçdiyi həyat yolu, döyüş yolu bizim gənclərimizə həmişə örnək olacaq. Həmişə vətənpərvərlik hissi yaşadacaq. Mən hər birinizə rayon rəhbərliyi adından təşəkkür edirəm. Allah Teala xalqımıza həmişə əmin-amanlıq bəxş eləsin, heç vaxtı müharibə olmasın və görürsünüz işğaldan azad edilmiş torpaqlarda böyük quruculuq işləri görülür. Böyük qayıdış planı öz mərhəli şəkildə öz icrasını tapır və biz buna görə də çox sevinirik. Arzu edirik ki, İşğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş, məcburi köçkün və qaçqın qardaşlarımız, bacılarımız öz doğma yurd yuvalarına köçsün tezliklə və təxminən bir 60 minə yaxında soydaşımız öz doğma Dədəobad torpaqlarına, yurdlarına qayıdırlar. Buna görə də Cənab Prezidentimizə təşəkkür edirik. Var olsun. Allah hamınızdan razı olsun. Təşəkkür edirəm. Çox sağ olun, minnətdarı.